Deməli, rekordinqi başladıram. Azərbaycan kəhrezləri. Bu mətn 2024-cü ilin buraxılış imtahanının sualıdır. 2024-cü il. Deməli, Azərbaycan kəhrezləri. Azərbaycan qədim dövrlərdən suvarma əkinçiliyi mədəniyyətinə malik bir ölkə olub. Çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərdə böyük miqdarda münbit torpaqlar olduğundan onların suvarma suyu ilə təmin olunması əsasən kəhrezlər hesabına ödənilirdi. Kəhriz, lay sularını toplamaq sözlərimizin içərisində var. Lay, qat, təbəqə deməkdir. Qarşılığını soruşurdu məncə. Sualları birində. Deməli, yer səthinə çıxarmaq üçün yeraltı mənbədir. Maili kəhriz lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Peşəkar quyu qazanlar tərəfindən əvvəlcə baş quyu, sonra isə digər quyular qazılır. Kəhriz lağımı daş və ya bişmiş kərpiclə hörülür. Təmiz kəhriz suyundan əhalinin su təchizatında, xüsusilə də əkin sahələrinin suvarılmasında istifadə olunur. Kəhrizlər fəsillərdən asılı olmayaraq müntəzəm şəkildə eyni miqdarda su verir. Ordubaddakı kəhriz lağımlarında tikilən xüsusi yerlərdə müxtəlif ərzaqlar da saxlanılırdı. Yay aylarında kəhrizlərin temperaturu -10 və -8 dərəcəsi arasında olurdu. Bu da ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verirdi. Buradakı kəhrizlər əhaliyə içməli su verməklə yanaşı, şəhərsalmanın ən mühüm elementlərindən biri kimi də maraq doğurur. Yadımdadır, bu imtahanda mənim tələbələrim olmuşdu və bununla bağlı bir müddəa fakt sualı olmalıdır. Aha, görürsünüz, 427-ci sual. İkinci və üçüncü abzaslar əsasında deyir. Elə indidən işləyirəm açıq sualı. Diqqətiniz burada olsun. Mətnin ikinci və üçüncü abzaslar əsasında cədvəl doldurun deyir. Yəni müddəa fakt sualıdır. Yazıb ki, faktda əhalinin su təchizatında kəhrizlərdən istifadə edilir. İkinci və üçüncü abzas deyəndə diqqətli olun ki, yəni odağınız, diqqətiniz ikinci və üçüncü abzasda olsun. Nə deyir? Deyir ki, su təchizatında istifadə olunur. Su təchizatını ikinci abzasa əsasən yazıb. Digər bir fakta yazın ki, soyuducu kimi istifadə olunur. Çünki orada temperatur -10-8 dərəcə arasında olduğu üçün ərzaq məhsulları soyuducu kimi saxlamağa imkan verir. Yəni yazırsınız ki, kəhrizlər həmçinin orada bir fakt üçün yer qoyub soyuducu kimi də istifadə olunur. Digər bir fakt kimi də yaza bilərsiniz. Şəhərsalmanın ən mühüm elementlərindən biri kimi istifadə olunur. Bəs müddəaya nə yazacaqsınız? Müddəa ümumi bir fikir olduğu üçün su təchizatında istifadə olunur, soyuducu kimi istifadə olunur, şəhərsalmanın mühüm elementi kimi istifadə olunur. Deməli, yazırsınız ki, kəhrizlər müxtəlif məqsədlərə xidmət edirdi. Ya da kəhrizlər müxtəlif məqsədlərlə istifadə olunurdu. Yəni, belə bir müddəa fakt sualı keçən il yox, ondan əvvəlki il buraxılış imtahanında düşüb. Yəni, bu mətn konkret buraxılış mətnidir. Belə, 427-ci sualın izahını verdik. Sonra, deyir ki, Azərbaycanda kəhrizlərin qazılma tarixi haqqında ilk məlumatlara eradan əvvəl yazılmış əsərlərdə rast gəlinir. Məsələn, eradan 705 il öncə Assuriya padşahı 2-ci Sarqonun əsgərlərinin təcavüzkar yürüşləri zamanı Urmiya ətrafındakı ərazilərdə kəhrizləri dağıtmaqları belə məlumatlardandır. 1938-ci ildə Gəncə şəhərindən cənubda Şəmkir çayı vadisində arxeoloji qazıntı aparılarkən qədim kəhriz qalıqları aşkar edilib. Belə kəhrizlər Qəbələdə də tapılmışdı. Tarixi məlumatlar Azərbaycanın cənubunda, xüsusilə Təbriz və onun ətrafında 900 kəhriz olduğunu göstərir. Ölkənin hər yerində təbrizli ustaların bu işdə məharətli olduğu haqqında məlumatlar əsasında Azərbaycan ərazisindəki kəhrizlərin eyni quruluşda olduğunu güman etmək olar. Qazıntıların nəticələri nümayiş etdirir ki, Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi hərəkətdə olmuşdu. Baxın uşaqlar, burada norma pozuntusu var, hansı ki, leksik norma pozuntusudur, 428. DİM 20 sınaqda
çox gördüyünüz tiplərdəndir. Görürsünüz, buraxılış imtahanlarında da tez-tez istifadə olunur. 2024-cü ildə də, 2025-ci ildə də bu tip sual düşüb. 2025-in birinci zonasında var idi, səhv eləmirəmsə. 2025-in birinci zonası liseylərdən uşaqlar var idi. Onlarda məncə düşmüşdü. İkinci zonaya isə müddəa fakt düşmüşdü. 2024-də görürsünüz, ikizə düşüb. Qüsurlu məqamları düzəldin deyir. Qüsurlu məqamlar bas-bas bağırır ki, biz qüsurluyuq. Burada deyir, qazıntıların nəticələri göstərir ki, nümayiş etdirir ki, göstərir ki, Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi mövcud olmuşdur. Hərəkətdə olmuşdur, yox. Baba ikisini düzəltməlisiniz. Düzəltməlisiniz. Mövcud olmuşdur. Və salam. Qazıntıların nəticələri göstərir ki, Bakıda hələ 9-cu əsrdən kəhriz sistemi mövcud olmuşdur. Gördünüz, cümlə düzəldi. Burada kəhriz quyuları şəhərin su tələbatını təmin edə bilirdi. Sovet hakimiyyəti illərində Azərbaycanda kəhriz sistemlərinin köhnə dünyanın nişanəsi kimi diqqətdən kənarda saxlanılması, kəhrizlərin əksəriyyətinin sıradan çıxmasına gətirmiş, arteziyan quyularının geniş tətbiqi kəhrizlərdən istifadəni arxa plana çəkmişdi. Lakin son zamanlarda aparılmış elmi araşdırmalar kəhriz suyu ilə suvarılan abzas bölmə yoxdur burada. Yoxdur. Deməli, çox olduğunu göstərir. Arteziyan suyu daha çox qədim laylardan çıxdığı üçün tərkibinin duzluluq səviyyəsi yüksəkdir. Ona görə də müstəqillik illərində, xüsusilə son zamanlarda kəhrizlərin təmiri və onlardan istifadə olunmasına diqqət artırılmışdır. 421-ci sualımıza baxırıq. Tarixi arxeoloji araşdırmalar hansı faktları müəyyən etməyə imkan verir, deyir. Deməli, arteziyan quyularının son dövrlərdə çoxalması. Bu, tarixi arxeoloji qazıntılar deyil. Baxın, arxeoloji qazıntılar bu Assuriya zad var ya, onlarla bağlıdır. Deməli, Azərbaycanın müxtəlif bölgələrində kəhrizlərin qazılmasına önəm verildi. Düzdür. Bax, məsələn, yazılır, Təbriz və onun ətrafında 900 kəhriz olduğu göstərilir. Cənubunda, nə bilim, Şəmkirin adı qeyd olunub, Gəncənin adı qeyd olunub. Yəni, Azərbaycanın müxtəlif bölgələrində kəhrizlərin qazılmasına önəm verilib. İkini götürəcəyik. İşğalçıların hücumlarının su sisteminə dağıdıcı təsiri. Baxın, Assurların, 2-ci Sarqonun yürüşləri zamanı kəhrizlərin dağıtmaqları belə məlumatlardandır, deyir. Bəli, tarixi arxeoloji faktlar bunu göstərir. 2-3 cavabımız hazırdır, D variantı. Azərbaycanda torpaqların az hissəsinin çay suları ilə suvarıldığı arxeoloji qazıntıların nəticəsi deyil. Arxeoloji qazıntılar, bax, bu hissədir. Bu hissə. Sonra keçirəm növbəti sualımıza. Doğrudur, yanlışdır, ehtimaldır. Deyir ki, ustalar Təbrizli olduğu üçün ölkə ərazisindəki kəhrizlər eyni quruluşda olmuşdu. Biz bunu ehtimal oldu da, nə bilim, bəlkə ola bilər ki, o cür nə inşa edilməliymiş kəhrizlər. Ola bilər ki, Təbrizlilərin hamısının bir dəst xətti var imiş, ona görə elədir. A-nı yazırıq 3-ə. 3 ehtimaldır yəni. Azərbaycanın çay şəbəkəsi zəif olan ərazilərdə də münbit torpaqlar var. Bu, mətnin giriş hissəsində var idi. Doğru fikirdir. C-də deyir, kəhrizlər son dövrlərdə öz əhəmiyyətini tamamilə itirib. Tamamilə itirib fikri yanlışdır. Çünki böyük bir qismini itirib. Baxın, gəlin qaydaq göstərim o hissəni. Məsələn, deyir ki, mənim səsim niyə belə gəldi? Hə, deyir ki, arteziyanlarla suvarılan torpaqların nisbətən daha çox olduğunu göstərir. Bir dəqiqə. Lakin son zamanlarda aparılmış elmi araşdırmalar kəhriz suyu ilə suvarılan torpaqların verimliliyinin arteziyanlarla suvarılanların nisbətən daha çox olduğunu göstərir. Amma yuxarıda yazıb ki, kəhrizlərin əksəriyyətinin sıradan çıxarmasına gətirmiş. Demir, hamısı sıradan çıxıb. Deyir, əksəriyyəti sıradan çıxıb. Ona görə də biz bu fikri yanlış götürürük. Karandaşımı götürdüm. Evet, C-ni yanlış götürdük. C-də deyir, kəhrizlərin məqsədi şəhər əhalisinin su təminatı ilə məhdudlaşmışdır. Məhdudlaşmamışdır. Çünki biz orada görürük ki, həm də soyuducu kimi istifadə olunur, həm də
başqa məqsədlərlə isə şəhər salmanın tərkibi kimi istifadə olunur. Hərflərim qarışdı burada. Qoy düzəldək təzədən mən. Aləm dəydi bir-birinə. Biraz o birisi tərəfə keçən kimi itir. Deməli, C ilə D-ni mən yazdım yanlışdır. CD-ni yanlış yazanda mənim cavabım çıxdı B variantı. A-nı yazmışdım ehtimala. A, C, D, B-ni də yazmışdım doğrudur. Hə, Y qalır. Yay fəslində kəhrizlərin suyu öz sərinliyini qoruyub saxlayır. Bəli, deyir ki, mənfi 10 dərəcədən müsbət 8 dərəcəyə qədər saxlaya bilər. Nəsə bir şey vardı? Düzdür. 1B-yi, 2C-də, 3A. Sonra 423-dir. Bu ərazilərdə kəhrizlərdən istifadəni Strabon da təsdiq edir. Bu, o tarixi mənbələr olan hissələr var. Bax, oralara yazılır. Tarixi mənbələr haqqında danışılan hissədə də cəmi bircə dənə rəqəm var. Baxın, 3. Çünki burada Assuriyadan danışır. Sonra keçirdir ki, bəs burada belə kəhrizlər Qəbələdə də tapılmışdı. Qəbələdə də tapılmışdı. Bu ərazilərdə kəhrizlərdən istifadəni Strabon da qeyd edir. Ona görə 3 cavab olur B variantı. 424. Mətnin sonuncu abzası ilə bağlı doğru fikirləri müəyyən edin. Sonuncu abzas deyir. Baxın, buna diqqətlə yanaşın. Ola bilər ki, doğru fikir olsun, ancaq əvvəlki abzaslara aid doğru fikir olsun. Yəni, diqqətli olun şərtdə. Sonuncu abzasla bağlı doğru fikir, əsas hissə ilə bağlı doğru fikir. Bəzən deyir, əsas hissə ilə bağlı doğru fikri seçin. Girişlə bağlı doğrunu verir, nəticə ilə bağlı doğrunu verir. Ya da deyir, əsas hissə ilə bağlı yanlışı seçin. Yanlış fikir verir, amma nəticə ilə bağlı yanlış verir, girişlə bağlı yanlış verir. Diqqətli olun, diqqətli olun. Sonuncu abzasla bağlı doğru fikir istəyir. Sonuncu abzasımızda danışır ki, Sovet hakimiyyəti illərində Azərbaycan kəhriz sistemlərinin köhnə dünyanın nişanəsi kimi diqqətdən kənarda saxlanılması kəhrizlərin əksəriyyətinin sıradan çıxmasına gətirmiş, arteziyan quyularının geniş tətbiqi kəhrizlərdən istifadəni arxa plana çəkmişdi. Lakin son zamanlarda aparılmış elmi araşdırmalar kəhriz suyu ilə suvarılan torpaqların verimliliyinin arteziyanlarla suvarılan torpaqlara nisbətən daha çox olduğunu göstərir. Arteziyan suyu daha çox qədim laylardan çıxdığı üçün tərkibinin duzluluq səviyyəsi yüksəkdir. Ona görə də müstəqillik illərində, xüsusilə son zamanlarda kəhrizlərin təmiri və onlardan istifadə olunmasına diqqət artırılıb. Deməli, kəhrizlə arteziyan müqayisədə verilib. Ona görə baxaq, doğruları istəyir. Biri götürəcəm. Çünki deyir ki, su obyektlərinin müqayisəsinə yer verilmişdir. Düzdür. Arteziyanla kəhriz müqayisədə verilib. İnformativ funksiya daşıyan sözlər üstünlük təşkil edir. Bəli, çünki mətnimiz publisistik üslubdadır. 3-də deyir ki, əslində 3 abzasa bölünməlidir. Xeyr, onu 3 abzasa bölməyəliyik. 2 abzasa bölmək olar. Çünki orada mən oxuyanda dedim ki, abzas sanki bölünməliymiş kimi gəldi mənə. Ancaq 3 abzasa da yoxdur da, yəni. Ona görə 3 abzas fikri yanlışdır. Fərqli siyasi hakimiyyətlər dövründə kəhrizlərin münasibət öz əksini tapıb. Düzdür, Sovet hakimiyyəti dövründə kəhrizləri dağıdırlar, amma müstəqillik dövründə kəhrizləri bərpa edirlər. Bu da fərqli siyasi hakimiyyətlər dövrünə təsadüf etdiyi üçün cavab olur C variantı. Üslubun xüsusiyyətlərinə görə digər tərkib hissələrdən kəskin fərqlənir. Yanlışdır, çünki bu mətn publisistik üslubda olan mətndir və bütün abzaslarımızda publisistik üslubun xüsusiyyətlərinə tam şəkildə riayət edilmiş formada hazırlanıb. Ona görə cavab olur 1, 2, 4 C variantı. Gəldim 425-ə. Baxın, mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin şərhinə uyğun deyildir. Yadımda qalan sözlərdən deyib çıxartacağım, yadımda qalması geri qayıdıb baxacağam. Məsələn, ardıcıl olaraq daimi bu müntəzəm deməkdir. Müntəzəm. Orada altından xətt çəkilmişdi müntəzəm sözünün. Y getdi. Sonra deyir, maddi ehtiyacları təmin etmək üçün lazım olanlar, bu səhv eləmirəmsə təchizat sözü idi mətndə. Təchizat. Üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən təbəqələrdən hər biri lay, təbəqə, orada var idi lay sözü. Bir şeyin üst tərəfi səth. Hamısını tapdığıma görə, yəqin yerin altında qazılmış üstü örtülü xəndək sözü yoxdur mətndə. Lay var, təchizat var, səth var, müntəzəm var. Ali düz demişəm.
Deməli, ay Allah, bax belə böyüdürsən, sonra qalırsan belə. Hə, deməli C də var, like. D də var idi, Y də var idi, A da var. Qalır nə? B variantı. Yenə də bir şeyin üst tərəfi səthi, üfüqi vəziyyətdə bir-birinin üstündə yerləşən təbəqələrdən hər biri. Təbəqə zaten lay deməkdir. Maddi ehtiyacları təmin etmək üçün lazım olan şeylər təchizat, təchiz etmək sözündən götürülüb. Sözün kökü təchizdir bu arada. Ardıcıl olaraq daimi bu da olur müntəzəm. Mətndə əsasən kəhrizlərin sayının azalmasının iki səbəbini müəyyən edin deyir. Müəyyən edib yazın deyir. Deməli, birincisi o ola biləcək ki, Sovet hakimiyyəti illərində Azərbaycanda kəhriz sistemlərinin köhnə dünyanın nişanəsi kimi diqqətdən kənarda saxlanması kəhrizlərin əksəriyyətini sıradan çıxarmasına gətirmişdir. Bu onların sayının əlbəttə ki, azalmasına gətirib çıxartır. İkincisi isə bu yuxarıda var deyir ki, kəhrizləri dağıdırdılar. Hə, de burada. İkinci Sarqon əsgərlərin təcavüzkar yürüşləri zamanı Urmiya ətrafında kəhrizləri dağıtmaqları. 2 dənə fakt deyil yaz, elə 2 dənəsində yazdım. İkinci Sarqon əsgərlərinin yürüşləri nəticəsində kəhrizlərin dağıdılması, azalmasına səbəb ola bilər. Bir də Sovet hakimiyyəti dövründə diqqətdən kənarda qalması təbii ki, cavabımızdır. Sonra 420 deməli 6-ya baxdıq, 427-yə baxdıq, 428-ə də baxdıq. 429 üçbucaq və kvadrat sözlərinin informativ yoxsa poetik. Təmiz kəhriz suyu, bir də ən mühüm element. Təmiz kəhriz suyu, təmiz su həqiqi mənadadır, informativ mənadadır. Poetikdə işlədin ki, onun təmiz qəlbi var idi, təmiz vicdan insan üçün ən xarakterli xüsusiyyətlərdən olmalıdır. Təmiz duyğular, təmiz adamdır. Bəzən istifadə olunur, yəni saf mənasında. O gün də hansısa testlərin birində var idi, istifadə eləmişdik. Yadımdadır, güvən sınaqlarının birində. Kvadrat nə idi? Element. Element də burada informativdir. 100% Məhəmməd yenə kimyadan yazıb orada və kimyadan yazsa terminolojidən istifadə eləməlidir. Orada məsələn yazmalısınız ki, məsələn, elementlər var da, Mendeleyev cədvəlinin elementləri. Nə bilim, mis elementi, sink, qurğuşun, kuprum, nə bilim, kuprum şeydə, nədir? Yadımdan çıxdı kuprum nə idi? C-U yazılırdı, nə idi o? Kuprum. Yadımdan çıxdı. Kimyanı öyrənməyim görünüzü belə möhtəşəm öyrənmişəm kimyanı. Yadımdan çıxdı, neysə. Unutdum. Nəysə də onlardan istifadə edib elementi terminolojida istifadə edə bilərsiniz. Əlbəttə ki, elementi poetikdə necə istifadə edək? İndi hər sözü də poetikdə istifadə eləmək olmur. Ona görə mətndə informativdir, siz terminolojida yazacaqsınız. Birinci sözdəki onu da məsələn terminolojida istifadə edə bilməmişik. Təmiz informativdir. Poetikdə təmiz duyğular, təmiz insan, təmiz vicdan. Belə yazırsınız. Bu da belə. Gəldik 430-a. Kəhriz sularından artezyan sularını müqayisə edirik. Əlbəttə ki, kəhriz sularını burada məsələn yazıb ki, artezyan suyu daha çox qədim laylardan çıxdığı üçün artezyan suyun tərkibinin duzluluq səviyyəsi yüksəkdir. Yaza bilərsiniz bir xüsusiyyət kimi. Daha sonra deməli artezyan quyuların inkişafı kəhriz quyuları deməli, kəhrizlərin əhəmiyyətini azaldır. Deməli, artezyan quyularına yazsınız ki, duzluluq səviyyəsi yüksəkdir, daha yüksəkdir. Sonra yazırsınız ki, məsələn, burada yazıb kəhriz suyu ilə suvarılan torpaqların verimliliyinin artezyanlarla suvarılan torpaqlara nisbətən daha çox olduğu. Deməli, artezyanlarla suvarılan torpaqların verimliliyinin aşağı olması. Yəni yazırsınız ki, artezyanla suvarılan suların verimliliyi, suvarılan su nədir? Suvarılan yerlərin verimliliyi daha aşağı olur. Tərkibində duzluq səviyyəsi yüksəkdir. Daha qədim laylardan çıxır. Sovet hakimiyyəti dövründə geniş tətbiq edilir.
Kəndi sularına yazırsınız ki, müstəqillik illərində bərpası ilə bağlı tədbirlər aparılır. Onunla suvarılan torpaqlar daha verimli olur. Qədimdən bəri istifadə olunur. Lay sularıdır. Çünki burada lay sularını toplamağa yazıb, lay sularıdır. Oxşar cəhəti isə yazırsınız ki, əslində hər ikisi lay sulardır. Hər ikisi Azərbaycanda istifadə olunub. Hər ikisi suvarmada istifadə olunub. Çünki kəhri sularından da suvarmada istifadə olunub, su təchizatında istifadə olunub. Arteziyan quyularından da suvarmada istifadə olunub. Sadəcə arteziyan quyularından çıxan sular verimliliyi aşağıdır, amma o birisi kəhrizlərdə verimliliyi yüksəkdir. Belə müqayisə cədvəlinə yazmalı idiniz. Bu da belə. Bu mətnimizin izahı da belə.